Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. Son bir ayda Azərbaycanda gündəmi zəbt edən mövzulardan biri, bəlkə də birincisi İranla bağlıdır. İranda baş verən hadisələrin tirajlanması və bütün demək olar ki, bütün YouTube kanalları, sosial şəbəkələr, adi televiziyalar İranda baş verən mövzuların demək olar ki, təkrarını dəfələrlə göstərməkdə və müxtəlif ekspertlər, güya ekspertləri çıxardıb İran haqqında ağla gələn, gəlməyən, yalan, şantaj, böhtan xarakterli informasiyalar yayırlar. Bu barədə biz dəfələrlə danışmışıq və bu cür informasiyaların arxasında nə dayanır, niyə İran haqqında Azərbaycan cəmiyyətinə həqiqətlər çatdırılmır, yalan və şayələr, böhtanlar cəmiyyətə təqdim edilir. Bunun arxasında dayanan səbəblər və s. bu barədə biz danışmışıq. Mən bugün istəyirəm bir nəfərin konkret olaraq şəxslərlə bağlı deməli bu mövzuda yalan və böhtan tirajlayan şəxslərdən biri haqqında bir neçə kəlmə sizin zamanınızı alım. Artıq iş elə bir vəziyyətə gəlib çatıb ki, Azərbaycan cəmiyyətində hörmət və nüfuza sahib olan bəzi insanlar da bu yalan və böhtan kampaniyalarının qurbanına çevrilirlər. Belə şəxslərdən biri də Qulu Məhərrəmlidir. Qulu Məhərrəmli xüsusən jurnalist və media sahəsində çalışan insanlara çox tanışdır və böyük əksəriyyət ustad kimi qəbul edirlər. Yəni Qulu Məhərrəmli jurnalistlərə doğru xəbər çatdırma siyasətini, fəlsəfəsini dərs deyən, tədris edən şəxslərdən biridir, professordur bu sahədə, öz sahəsinin bilicisidir. Buna baxmayaraq, o da görürük ki, İranda baş verən hadisələrlə bağlı yalan məlumatların tirajlayır. Mən dəfələrlə onun sosial şəbəkə hesablarında, konkret Facebook hesabında həqiqətə uyğun olmayan, xüsusən İranla bağlı həqiqətə uyğun olmayan informasiyalara rast gəlirəm. Sonuncu dəfədə gördüm ki, İranda 2025-ci ilin 28 dekabr tarixindən başlayan və təqribən 2 həftə davam edən ixtişaşlar nəticəsində ölənlərin sayı ilə bağlı şişirdilmiş rəqəmin dövrəyə buraxılmasında Qulu Məhərrəmlinin də aktiv rolunu mən hiss etdim. Qulu Məhərrəmli deməli belə deyir ki, İranın qəddar molla rejiminin iç yüzü budur. Yəni belə bir başlıqla və yaxud da daha doğrusu belə bir sonluqla öz postunu yekunlaşdırır. Əslində burada güya İranda ixtişaşlar zamanı daha çox insanın 10 minlərdən və 20 mindən hətta çox insanın ölməsi ilə bağlı, bunun da məhz molla rejiminin öldürməsi ilə bağlı məlumatları Qulu Məhərrəmli güya tirajlayır. Məsələ budur ki, bu məlumatların heç birinin əsası yoxdur. Yəni, heç biri rəsmi dairələrə və yaxud da dəqiq mənbələrə istinad olunmur. Qulu Məhərrəmli kimi media sahəsində professor olan bir şəxsin, xüsusən xəbərçilik baxımından deməli, ciddi adam hesab olunan, ciddi şəxs hesab olunan Qulu Məhərrəmlinin heç bir mənbəyə əsaslanmayan fikir səsləndirilməsi, bu onun əslində öz qərəzli mövqeyini ortaya qoyur ki, bəli, əslində bu adam qərəzlidir, İrana qarşı qərəz göstərir. Heç bir mənbəyə əsaslanmayan, daha doğrusu dəqiq mənbəyə əsaslanmayan informasiyaya yaymaq, tirajlamaq və s. bu qərəzdən, ən yumuşaq dildə desək, qərəzdən başqa bir şey deyil. Baxın, görürük ki, mən ümumi bir rəqəm deyirlər, 3000 təqribən 3000 civarında insanın ölməsi ilə bağlı İranda bu 2 həftə ixtişaşlar zamanı ölməsi ilə bağlı məlumatlar verilir. Bu məlumatların ən aşağı sayı 3000-dir və ən çoxu 20 mindən deyirlər və hələ ondan yuxarı da deyirlər. 3000-ə istinad edənlər deyirlər ki, güya İranın rəsmi mənbələri 3000 insanın ölməsi ilə bağlı məlumat yayıb. Mən bütün deməli internetdən üzərindən o İranın rəsmi məlumatı dedikləri nədirsə, hansı əsnadırsa biz onu
araşdırdı. Belə bir şey tapa bilmədi ki, İranın hansı rəsmi mənbəyi? İranın rəsmi mənbəyi bu mənbə deyil. Kimsə dur ağzına gələn deyir ki, məsəl üçün Beynəlxalq İnsan Hüquqları üzrə Beynəlxalq Araşdırma Mərkəzinin konkret belə bir mərkəz vardı, yoxdur, bunun adı nədir? Konkret adı heç olmasa ən azı qeyd olunmalıdır. Yəni İranda öldürülən insanların sayı ilə bağlı, ölən insanların sayı ilə bağlı heç bir halda rəsmi məlumat və yaxud da dəqiq istinad edilən mənbə yoxdur. Nə qədər insan öldürülüb, İran dövləti rəsmən bunu özü açıq elədi ki, o insanlar ki, ixtişaş törədiblər, ixtişaşa səbəb olublar və mülki və dövlət mülkiyyətini, şəxsi və dövlət mülkiyyətinə zərər vurublar. Neçə dənə məscidin yandırılması, ondan sonra müəyyən binaların dağıdılması, insanların şəxsi əmlakına ziyan vurma və s. Bunlar bütün ölkədə, bütün ölkələrdə qanundan bunlar cinayət prosesidirlər və cinayət məsuliyyəti yaradırlar. Azərbaycanda da əgər bir adam ixtişaş aksiyaya çıxıb ixtişaş törədirsə, bu Azərbaycanda da belə hallar nə qədər ki, bu günlər məsələn Azərbaycanda etiraz edən zaman hər hansı bir şəxsi əmlaka və yaxud da dövlət əmlakına ziyan vuran şəxsin həbs olunmasını qulu məhərrəmli pisləyəcək və yaxud da onun cəzalandırılmasını qulu məhərrəmli pisləyəcək qətiyyən inanmıram. Əvvəla konkretləşdirək mövzunu. Qulu məhərrəmliyə daxil olmaq şərti ilə İranda ölən insanların sayı ilə bağlı verilən rəqəmlər heç biri ciddi və yaxud da ümumiyyətlə hər hansı bir mənbəyə əsaslanmır. Bunlar sadəcə kimsə durdu, ağzına gələn bir dənə rəqəm atdı ortaya, hamı da götürdü, başladı o rəqəmi güya tiraj deyirlər və İranda o qədər insanın ölməsini və ya da öldürülməsini qeyd edirlər. Bu bir məsələ. İkinci, İranda ixtişaşlar zamanı ixtişaş törədən şəxsi və dövlət əmlakına ziyan vuran insanlar, ixtişaşçılar cəzalanacaq. Bunu da dövlət rəsmiləri deyiblər. Bu da məsələ məlumdur. Üçüncü məsələ. Biz bilirik ki, Qulu Məhərrəmli Azərbaycanda dediyim kimi media professorudur. Amma bugün Azərbaycanda hal-hazırda 27 yanvar 2026-cı ildə Azərbaycanda 9 qadın jurnalist həbsdədir. Keçən ildən başlayaraq Abzas Media əməkdaşları, Meydan TV-nin əməkdaşları, mən onların adlarını falan saymaq istəmirəm, zamanımız yəni çox getməsin. Amma faktiki olaraq ki, 9 qadın həbsdədir. O qadınların əksəriyyəti Qulu Məhərrəmlini öz ustadları, müəllimləri hesab edirlər. Və mən elə sosial şəbəkələrdə araşdırma aparanda görürəm ki, o qadınların, o həbs olunan xanım jurnalistlərin bəziləri ilə də Qulu Məhərrəmlinin səmimi fotoları var, fotolar paylaşıblar. Yəni Qulu Məhərrəmli bir ustad kimi, müəllim kimi qəbul edirlər. Amma bu 9 nəfərin, hələ kişi jurnalistlərdə mən nəzərdə tutmuram. 9 qadın jurnalistin haqqında bir cümləsini mən Qulu Məhərrəmlini tapa bilmədim ki, Qulu Məhərrəmli durub desin ki, bəli, həqiqətən bu məsəl üçün Aynur Elgünəşdir, ondan sonra digər Sevinç xanımdır və yaxud da Xəyalə xanımdır ki, onların təqribən 9 qadındır. Mən indi ad çəkmək istəmirəm. O qadınların hər hansı biri ilə bağlı və yaxud da ümumi bir dənə cümlə yazsın ki, Azərbaycanda bu qadınların deməli həbs olunması haqsızlıqdır və yaxud da bu qadınlar azad edilməlidir. Bunu edibmi? Cəsarəti çatmır. Çünki Qulu Məhərrəmli ona professor verən, onu şişirdən hökumətin deməli köləliyini eləyir. Bunu mən açıq şəkildə deyirəm. Qulu Məhərrəmli deməli bu rejimin köləliyini edir. Ona görə də bu rejimin haqsız yerə şərləyərək həbs etdiyi qadın jurnalistləri, hansılar ki o jurnalistlər Qulu Məhərrəmin tələbələri, şagirdləri hesab olunurlar, o qadın jurnalistlərin haqqında bir cümlə söz yaza bilməz. Bu cəsarəti olmayan, belə bir cəsarəti olmayan adam durub İranda yalan məlumatların tirajlanması nə qədər ədalətlidir, nə qədər insaflıdır. Adam bir heç olmasa yatanda o yorğanı başına çəkəndə
elədiyi hərəkətləri, dediyi sözləri, yazdığı yazıları fikirləşməzmi? Məncə fikirləşir. Bu da Qulu Məhərrəmli də fikirləşir. Axı nə məcburdur sən durub öz ölkəndə bu qədər haqsızlıqlara etiraz etmirsən heç. Heç olmasa onların haqqında bir cümlə yazmırsan. Amma durub bu günləri İran haqqında verilən yalan məlumatlar, şişirdilmiş rəqəmlərlə bağlı böyük bir statuslar həsr edirsən, şəkillər paylaşırsan. Axı sənin o statusun kimə lazımdır? Sən ümumiyyətlə bu vəziyyətlə kimə lazımsan? Əgər sən öz tələbə hesab etdiyin, özünü sənin tələbən hesab edən şəxsləri müdafiə edə bilmirsənsə, sən kimə lazımsan ay Qulu Məhərrəmli? Yəni olmur belə. Yəni siz özünüzü elə hesab eləməyin, professor adı ilə müxtəlif, yəni dediyiniz elə həqiqətən cəmiyyətdə böyük rezonans doğuracaq. Siz artıq bu davranışlarınızla cəmiyyətin nifrətini qazanmış olursunuz. O qadınlar, o xanımlar hamısı haqq uğrunda döyüşüblər. Onlar sizin edə bilmədiyi cəsarəti göstəriblər. Onlar görürsən məhkəmələrə nə deyirlər? Onlar deyirlər məhkəmələrdə hakimlərə deyirlər siz Əliyev diktatorun nökərlərisiniz. Biz sizdən qorxmuruq. Amma sənin kimi bığlı saqqallı kişi durub utanmaz İlham Əliyevin yaltaqlığının nökərçiliyini eləyirsiniz. Bu qadınlardan heç olmasa utanın, yalan məlumatlar yaymayın. Bax, o sizin öyrətdiyiniz o qadınlar, o xanım jurnalistlər həqiqəti yazırlar. Amma siz çox təəssüflər olsun ki, öz öyrətdiklərinizi heç özü zərrə qədər də əməl eləmirsiniz. Bax, bu insafsızlıqdır. Bu heç insan xasiyyətindən çox uzaq bir davranışdır. Ayıb deyir sizə, yalan məlumatlar tirajləyirsiniz, ondan sonra ağzına gələni yazırsınız. Kimə xoş gəlmək istəyirsiniz? Axı siz öyrətmişsiniz də bu jurnalistlərə ki, xəbərin qanunları var, o qanunlar pozulmamalıdır. Onlar mütləq istinad mənbələri olmalıdır. İstinad mənbələrində yanlışlıq olmamalıdır. Dəqiq mənbələrə istinad olunmalıdır. Xəbər doğru çatdırılmalıdır. Amma siz durub heç bir istinad olmadan xəbər yayırsınız. Siz heç olmasa əvvəl o düşünün bir. Bax, bu çıxış bilmirəm sizin qarşısına çıxacaq, çıxmayacaq. Amma mən xahiş edirəm kim bunu görürsə Qulu Məhərrəmliyə göndərsin. Qulu Məhərrəmli bəlkə də bir onun qəflət yuxudan ayıldı. Biz Qulu Məhərrəmli həmişə müsbət cəhətdən xarakterizə etmişik. Həmişə onun haqqında müsbət düşünmüşük. Ən azı onu müəllim hesab eləmişik. Həqiqi müəllimə də bu yapıcıların dediyi müəllimdən yox. Amma indi görürük ki, Qulu Məhərrəmli gəlir sosial şəbəkələrində adını güclə yazan adamlar ki var, trollar falan özləri orada təbliğat aparırlar, müəyyən propagandalara qoşurlar. Qulu Məhərrəmli gəlib orada hökumətin o cür deməli trolluğunu eləməyə başlayır. Bu trolluq sənin axı adıva, sənin sanıva, bığva, saqqallığa yaraşmır axı ay Qulu Məhərrəmli. Heç olmasa sən əvvəl getdi o 9 dənə qadın haqqında, kişiləri qoyuram qırağa. 9 dənə qadın haqqında sən bir status paylaş. Hansı ki, həmən qadınların məhkəmə prosesləri dövrlərində mən araşdırdım. Məhkəmə prosesləri dövründə ki, onlar məhkəmə günlərində sən nəvələri və balaları və ad günü şəkilləri paylaşırdın. Utanmırsan, heç olmasa bunu eləməzdin. Heç olmasa nəsə xoş bir şey paylaşmırsan, daha doğrusu onlar haqqında bir şey paylaşmırsansa, eyni günlərdə onlar o 9 dənə xanım qadın Azərbaycanda kişi qeyrəti ilə onlar kişi mübarizəsi yaparırlar. Amma sən durub arvad uşağın, üzr istəyirəm, nəvün, qohum əqrabın, balaların deməli ad günü şəkillərini paylaşırsan. Gülüm belə, nəvən belə. Bunlar ayıbdır. Bunlarla sən nə demək istəyirsən? İndi də durub yalan məlumatları tirajlamaqda sən də qolları çırmalamısan. Sən əslində qolları çırmalayıb bütün Azərbaycan cəmiyyətini, Azərbaycan xalqını o 9 qadının müdafiəsinə qaldırmaq əvəzinə sən qolları çırmalayıb yalan məlumatlar tirajlayırsan. Ayıb olsun, ayıb olsun, ayıb olsun.